Bəli, deməli, Məhməd Oxuyan öz dili ilə, bir dəqiqə bunu bir də mən Məhməd Oxuyan, bu insandır və bunu hələ burada 27.786 nəfər izləyir, qeyd edilib, nə qədəri də izləyir, qeyd edilməmişdir. Buyurun. 27.786 adam bunu izləyir, yazılır. Bu din alemidir, Türktür və də özü burada inkar edir ki, Belçikalı buna sual edir ki, siz nə oxuyursunuz, oxuduğunuzda nə anlayırsınız? Deyir, heçdə. Deyir, Yasin nədir? Deyir, ölüləri oxuyuruq. Deyir, axı, bunun içərisində ölüyə aid nə var və yaxud Bəqərə, inək surəsində adından belə deyir, ay inək, bunun içində nə var? Bunu bunlar qanmır. Mən mi qandırmalıyam? Allah özü qandırır da indi. Belədir vəziyyət. Allah gördüyü işlər barədə sorğu sual edilməz. Lakin bəndələr etdikləri, söylədikləri söz üçün, etdikləri əməl üçün hesab verəcəklər. Bunu mən deməmişəm ki, bunu Quran deyir. Bunu hamı bilir. Quran oxuyanlar təbii ki, oxumayanlar yox. Bu insan burada özü etiraf edir ki, nə bilim deyir, elə oxuyuruq da öz-özümüzə. Nə oxuyursan, qoyun kimi, keçi kimi qabaqda gedirsən, bu qoyunları da dalından aparsan. Hara aparsan bu cəmaatı? Bilmirsən, heç olmasa dayan da. Nə bilim nədir, nə bilim əkiflər, nə bitif. O aşıq kimi idi oxuyurdu, deyir, Heçdad, o aşıq çalırdı bir Heçdad. Bu Heçdadın dalından özün gedirsən, bu cəmaatı hara aparsan bə? Bax, dayan. İndi gör, Yasin nə deyir? Buyur. Yasin deyir, bax, Yasindir, öz dilimizdə. 9-cu ay 05-ci ildə mən nəhayət anladım ki, bu Yasin Quran, yəni ki, Quran kimi ölüyə oxunmaz, qəbirə oxunmaz. Bu Yasin tamam başqa bir fikirlər irəli gətirir. Burada indi hər kəs getsin özü açsın, bunu öz dilimizdə oxusun. Mən sadəcə bir-iki kəlmə buradan qeyd edəcəm. Rəhman və Rəhim Allahın adı ilə. Yasin. And olsun hikmətli Qurana. Sən şübhəsiz peyğəmbərlərdənsən və doğru yoldasan. Bu Quran o əziz ataları, o əziz və rəhim Allahın tərəfindən nazil olunmuşdur ki, ataları sagındırılmış xalqı sagındırasan. Onlar qəflətdə olanlardır. Allah əmri onların bir çoxu haqqında həyata keçirilmişdir. Yəni onları Allah Teala özü yatsıdırıb da bu nöqteyi nəzərdən gəlir. Lakin inananlar onların boyunlarına, çənələrinə qədər uzanan zəncirlər keçirdik. Ona görə başlarını dik saxlamalı olmuşlar. Onlar dik gəzirlər. Görürsən, din alimlərinə bir söz deysən, elə bir dünya bunlarındır. Ayıf deyilmi ki, onlara nəsə qandırasın? Ona görə mən din alimlərinə icazə yox idi. Görsən, o Sabir, bilmirəm indi, o Sabir idi, ayrı Sabir idi. Elm adam mənə deyir ki, gəl səni Sabir Axundla tanış eləyim, sən get onun yanına, bu fikirlərini ona danış. Bunların başına, boyunlarına boyunduruq, gözlərinə deyir pərdə, qulaqlarına qurğuşun tökübsə bu Yasin, mən onlara nə qandıra bilərəm, heç nə. Ona görə də heç dalını da oxumuram, heç bu ölüyə də oxunmaz. Mən bunları dərk edəndən sonra bir dəfə anam rəhmətli ilə mən İmamzadəyə getdim, mən imam ziyarətinə, o da qəbir üstünə nə qədər elədi ki, gəl gedək dədənin qəbirinin üstünə, dedim, mənim artıq orada dədəm yoxdur, mən ora gedə bilmərəm, mən özümü günaha batıra bilmərəm. Anam dedi, sən kafirsən, dedim, elə nə tər düşünsən düşün, mən qəbir üstünə getmirəm, çünki bu günah sayılır və orada oxunan bu Yasin də hamısı cəfəngiyat. Budur. Burada yazır ki, bəyəm ölü, peyğəmbərdir, o öldü, bitdi. Həyatını yaşadı, bitdi, getdi, qutardı. Onun həyatı o qədər idi.
Biri ölür, biri gəlir. Vəssalam. İnsan dəyişilir ruhən, cismən də gedir, ruhən gəlir təzəsi. Həmin ruh, o deyir, o bu şeydədir bu, Sabirdədir, deyir, o nədir ki, kiçik ikən böyüyür, böyük ikən kiçilir. Yəni bu silinməzdir, o nurdur, ruhdur, o həm böyüyə bilir, həm kiçilə bilir. Yəni körpü olur, dünyaya gəlir, qocalır, təzədən uşağa çevrilir. Budur o. Vəssalam, o qədər. Bu qədər. İndi burada maraqlı bir şey var ki, həmin o Yahudi bir gəlsəydi bir mənə tərəf, məni sorğu-sual etsəydi bugün ona deyərdim. Çünki Yahudi özü bilir ki, bu Quran içində nə var? Bu da deyəsən elə ikinci, yox bu dördüncü Ən-Nisa surəsi dördüncü mü surədəndir bu? Dördüncü surədir bu, hə? Yoxsa beşdir mi? Dörddür. Dördüncü surədir. Dördüncü surənin, surə 4-ün nömrəsi neçədir burada, heç bilmirəm. 55, 56, 57, o qədər qaralamışam ki, heç bilmirəm. 58, 59-dur, nəsə belə bir nömrədir. Onu sonra yazaram. Yoxdur burada. Xülasə ki, 54, 55, 56, 58-59 arası ola bilər bu. Kitab əhlindən, Yəhudilərdən və xaçpərəstlərdən elə bir kəs olmaz ki, ölümündən əvvəl can verdiyi zaman ona, yəni İsa'ya iman gətirməsin. Lakin İsa qiyamət günündə onların, yəni kitab əhlinin, Yəhudilərin və xaçpərəstlərin əleyhinə şəhadət verəcəkdir. Və burada 497-ci səhifədə də buyurulur ki, zühur, yəni İsa'nın zühuru olacaqdır. Bu zühur olacaq. Amma İsa mı gələcək? Yox. İsa hardan gəlsin? Da İsa öldü, getdi. O cisim yoxdur da. Bu fikir racidədir. Deyir, İsa'nın geri qayıtması fəlakət olar, bu vəziyyəti tərs anlamaq qəbahət olar, sor cansız ölüdən onda İsa nəfəsli dilbər mi var, yoxsa onda Heydər nəfəsli, nə bilim nə var, bax bu Heydər adı da orada çox yerdə çəkilir bu Heydərin adı, Heydər Əliyevdir, yəqin ki ondan başqa belə güclü insan yoxdur bu devirdə. Çox yerlərdən onu Allah Teala mənə qandırdı ki, o 13-cü imam olubdur. Bu racidə də onun adı çəkilir, çox yerdə çəkilir. İndi o başqa mövzudur, mövzuya da bir ayrı deyəcəyik. Biz sadəcə indi bax bu Türk aliminin, Türk din aliminin, nə idi bunun adı? Mehmet Okuyan. Buyurun. Bu Mehmet Okuyandır. Bax, bu oxuyur. Bu Quranı oxuyur, hələ də oxuyur. O Belçikalının dediyini hələ də anlamıyor. Orada mən demədim mi, Allah gəlsin, onun hamının ağzını yumsun, mənlə bunu desin. Bunu mən də istəmədim. Təbii ki, bu çox çətin bir işdir, çox çətin bir vəzifədir. Heç kim arzu etmərəm bu yolu. Çünki bu yolda mən nələr çəkmişəm. Əzizlərimlə necə qarşı-qarşıya durmuşam. Nəvələrimin ucu görmək üçün burnumun ucu göynəyir. Amma mən onlara həsrətəm. Mən bunu təbliğ etməliyim. Bu qədər.